Boşanma prosesi olmadan da uşağın saxlanılması ilə bağlı aliment məsələsini həll etmək mümkündür. Bu barədə Xəbərlər.net-in sorğusunu cavablandıran hüquqşünas Əkrəm Həsənov bildirib. Hüquqşünasın sözlərinə görə, ər və arvad boşanmadan da aliment ödənilməsi ilə bağlı razılığa gələ bilərlər. Qadınlar boşanmadan da aliment ala bilərlər. Bunun üçün ər və arvad notariusa müraciət edərək alimentin ödənilməsi ilə bağlı razılıq müqaviləsi bağlaya bilərlər deyə hüquqşünas əlavə edib. Onun sözlərinə görə, həmin müqavilə əsasında ata uşağın saxlanılması üçün aliment ödəyə bilər. Qeyd etmək lazımdır ki, aliment məhz uşağın saxlanılması üçün ödənilir. Tərəflərin boşanmaması bu məsələyə maneə yaratmır. Eyni qaydada müəyyən hallarda qadın da kişiyə aliment ödəyə bilər, hüquqşünas vurğulayıb. Əkrəm Həsənov bildirib ki, tərəflər razılaşaraq uşağın saxlanılması üçün aylıq ödəniləcək məbləği müəyyən edə bilərlər və qanunvericilik bu imkanı nəzərdə tutur.